Bismillahirrahmanirrahim. Bugünkü sualımız bu şəkildədir. Sual verən deyir ki, mən bilirəm ki, oruc niyyəti axşam azanına qədər davam etməlidir. Orucu pozmağı niyyət edən bir şəxs, yaxud orucu davam etdirib etdirməməsində tərəddüd edən birinin orucu batil olur. Lakin həmin şəxs orucu pozan bir iş görmədən oruc niyyətinə qayıdarsa, ehtiyat vacibə əsasən rəca niyyəti ilə orucu tamamlamalı və daha sonra qəzasını da yerinə yetirməlidir. Sualım bu şəkildədir. Bu sadaladığımız hökmü sual verən özü zikr eləyir və nəticədə indi sualın verir. Sualım isə bu şəkildədir. Oruc zamanı ürəyimə orucu pozmaq və ya tərəddüd barədə vəsvəsələr gəlir. Lakin mən həqiqətdə niyyətimi pozmaq istəmirəm. Yəni əvvəldə qeyd elədiyim kimi orucu pozmağı niyyət eləmirəm və yaxud orucumda həqiqətdə tərəddüd eləmirəm. Sadəcə ürəyimdə bu şəkildə vəsvəsələr hərəkət eləyir, cərəyan eləyir. Bu orucu batil edirmi? Cavab belədir. Xeyr, bunun heç bir təsiri yoxdur və orucunuz səhihdir. Elhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.